Artıq 10 gündür ki Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişi istər region, istərsə də dünya gündəminin başlıca mövzularından birini təşkil edir. Dünən Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump da sazişə münasibətini bildirərək onu alqışlayıb və böyük bir addım kimi dəyərləndirib. Pakistanın baş naziri Şahbaz Şərif Trump'ın açıqlamasını paylaşaraq ona təşəkkürünü bildirib və sazişin həm üzv ölkələrin, həm də bütövlükdə regionun müdafiəsində konstruktiv rol oynayacağını vurğulayıb. Məkkə sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Donald Trump'la ötən gecə baş tutmuş telefon danışığının da əsas mövzusu olub. Həmçinin Türkiyə Prezidenti dünən Əl Cəzirə telekanalına müsahibəsində Məkkə sazişi ilə bağlı mühüm məqamlara işarə edib və onun dünyaya önəmli bir mesaj olduğunu söyləyib. Saziş barədə beynəlxalq mediada dərc olunan və müxtəlif mövqelərdən yazılan təhlillərin isə, necə deyərlər, sayı hesabı yoxdur. Amma sazişin imzalandığı gündən bəri istər siyasətçilərin, istərsə də təhlilçilərin ən çox diqqət yetirdiyi məsələ sənədin İranla əlaqəsi məsələsidir. Sazişi imzalayan tərəflər onun İrana qarşı yönəlmədiyini açıq şəkildə ifadə etsələr də, bir çox ekspertlər onun İran əleyhinə işləyəcəyini əsaslandırmağa çalışırlar. Maraqlıdır ki, İranın özündə sazişə kifayət qədər sakit yanaşma üstünlüyü təşkil edib. Hətta onu müsbət qiymətləndirənlər də az olmayıb. Doğrudur, sazişin arxasında İrana qarşı hansısa gizli niyyətlərin və potensial təhdidlərin durduğunu deyənlər də var. Amma bütövlükdə üç böyük müsəlman ölkəsinin birgə müdafiə barədə anlaşması Tehranda daha çox İran üçün təhlükə kimi deyil, regionun təhlükəsizliyi arxitekturasında əhəmiyyətli dəyişiklik kimi qarşılanıb. Bu baxımdan İran Xarici İşlər Nazirliyinin parlamentlə əlaqə və qanunvericilik baş idarəsinin rəisi Hüseyn Nuşabadinin Məkkə sazişinə dair açıqlaması xüsusilə diqqəti çəkir. Diplomat İSNA xəbər agentliyinin açıqlamasında sazişi ABŞ-nin Qərbi Asiya və Fars körfəzi bölgəsindəki təhlükəsizlik hegemonluğunun sonunun başlanğıcı hesab edib və bildirib ki, o qədər də uzaq olmayan gələcəkdə region ölkələri arasında əməkdaşlığa əsaslanan yeni bir təhlükəsizlik nizamı transregional güclərin diktə etdiyi münasibətləri əvəz edəcək. Nuşabadi sözgedən sazişi Amerika Birləşmiş Ştatlarına ünvanlanmış mesaj kimi dəyərləndirib və onun ABŞ-nin zəifləməkdə olan təhlükəsizlik zəmanətindən Səudiyyə Ərəbistanının narazılığının ifadəsi olduğunu söyləyib. Bütövlükdə rəsmi Tehranın Məkkə sazişinə münasibəti yetərincə təmkinli və pozitiv ruhda olub. Belə ki, saziş imzalandıqdan az sonra İranın Xarici İşlər Naziri Abbas Ərakçi özünün X səhifəsində sazişin adını qeyd etmədən yazıb. Stat: Müsəlmanlar birləşəndə biz pis niyyətli kənar qüvvələrin istənilən çağırışlarına qarşı dura bilərik. Yalnız özümüzə güvənməyin və əsl qardaşlığı qəbul etməyin vaxtı gəlib çatıb. Statın sonu. Bu cür münasibətin səbəbi aydındır. İran ənənəvi olaraq regional təhlükəsizliyin kənar qüvvələrin ilk növbədə ABŞ-nin iştirakı olmadan qurulmasına çağırır və Məkkə sazişini də məhz bu kontekstdə oxuyur. Eyni zamanda onu regional təhlükəsizlik arxitekturasından İsrailin istisna edilməsinin əlaməti kimi qavrayır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəğai ötən həftə keçirdiyi mətbuat konferansında İranın Məkkə anlaşmasından narahat olmasına heç bir səbəb olmadığını bəyan edib. O, bunu xüsusən İranın Türkiyə və Pakistanla mehriban qonşuluq münasibətləri ilə əlaqələndirib və sazişin İrana qarşı olduğunu istisna edib. O, sazişin belə bir məqamı açıq şəkildə göstərdiyini vurğulayıb ki, artıq region ölkələri Amerika Birləşmiş Ştatları tərəfindən təhlükəsizliyin təmin edilməsinə güvənmirlər və bunun üçün yeni yollar axtarırlar. Təhlükəsizlik mal deyil ki, onu yalançı təhlükəsizlik dəllallarından alasan, deyə o bildirib və bundan da Səudiyyə Ərəbistanına ilham vurub. Bəqai həmçinin sazişin bağlanmasından öncə İranın Türkiyə tərəfindən məlumatlandırıldığını da təsdiq edib. Sazişə İrandakı müxtəlif siyasi qüvvələrin yanaşmasına gəldikdə isə diqqəti çəkən cəhət budur ki, İslahatçı cinah Məkkədə imzalanmış müdafiə paktına ümumən müsbət münasibət sərgiləyib. Belə ki, tanınmış islahatçı siyasətçi Abdullah Ramazanzadə İranın Məkkə sazişini alqışlamalı və ona qoşulmalı olduğunu bildirib. İndi İsrailsiz regional ittifaqın qurulması vaxtıdır, deyə o əlavə edib. Eks-prezident Həsən Ruhaninin müşaviri olmuş Hüsaməddin Aşina da sazişi regionda yeni təhlükəsizlik arxitekturasının özəyinin yaradılması kimi qiymətləndirib. Mühafizəkar dairələr sazişə daha ehtiyatlı və bir çox hallarda mənfi münasibət göstəriblər. Parlamentin mühafizəkar deputatı İbrahim Rızai sazişin kağız üzərində qalacağını bildirərək əsasən Səudiyyə Ərəbistanını hədəfə alıb
və vurğulayıb ki, Amerika Birləşmiş Ştatları üçün illərlə sağmal inək rolunu oynamaq təhlükəsizlik gətirmədiyi kimi Türkiyə və Pakistanla sazişlə bunu təmin etməyəcək. O, həmçinin Səudiyyə Ərəbistanını başqalarından təhlükəsizlik dilənməmək üçün öz siyasətini dəyişdirməyə və islah etməyə çağırıb. Radikal mühafizəkarların əsas tribunalarından biri olan Keyhan qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari isə üçtərəfli Məkkə sazişinin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazında təhlükəsizlik tənzimləmələri ilə sıx əlaqəli olduğunu bildirib və onun Yəmən husilərinə, İrana və müqavimət oxuna qarşı olduğunu vurğulayıb. İran mediasında və sosial şəbəkələrin İran segmentində Məkkə sazişinə ən müxtəlif münasibət, bir sıra hallarda isə konspiroloji yanaşmalar üstünlük təşkil edib. Məsələn, Sepaha bağlı Cavan qəzeti sazişin uzunömürlü olmayacağına və praktikada işləməyəcəyinə dair məqalə dərc edib. Qəzet bunu saziş iştirakçılarının regional maraqlarının müxtəlifliyi ilə əlaqələndirib. Nur News portalı Məkkə sazişinin yeni bir ittifaqın başlanğıcı ola biləcəyini, lakin onu İran əleyhinə blok və ya İslam NATOsu hesab etməyin hələ tez olduğunu vurğulayıb. Bir çox ekspertlər sazişi Səudiyyə Ərəbistanının özünü Yəmən və İraq müqavimətinin hücumlarından qorumaq cəhdi ilə əlaqələndiriblər. Beləliklə, Məkkə sazişinə İrandan verilən reaksiyalar sazişin məqsədlərinin sual altına alınması və onun təhlükəsizliyi təmin etmə imkanlarına şübhə ilə baxılmasından tutmuş, regional təhlükəsizlik sistemində əhəmiyyətli bir inkişaf olduğunu və praqmatik reaksiya tələb etdiyini vurğulamağa qədər geniş spektr əhatə edib. Bu baxışlar hətta İranın sazişə qoşulması və ya Tehranla sazişdə iştirak edən ölkələr arasında münasibətlərdən istifadə etməklə onun istiqamətinə təsir göstərilməsi ideyasının irəli sürülməsinə qədər gedib çıxıb.